Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə bölgələrdə silsilə tədbirlər keçirilir. Yevlaxdakı Bəşir Səfəroğlu adına Xalq Teatrında keçirilən mahnı və rəqs festivalını da elə bu işin davamı kimi qiymətləndirmək olar. Ölkə prezidenti İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama əsasən bölgələrdə silsilə yubiley tədbirləri keçirilir. Növbəti belə bir mərasim Yevlax şəhərindəki Bəşir Səfəroğlu adına Xalq Teatrında düzənlənib. Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq edilən tədbirlər planına uyğun olaraq ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar ümumi təhsil, musiqi məktəbləri və Uşaq Yaradıcılıq Mərkəzi şagirdlərinin mahnı və rəqs festivalının yekun baxış müsabiqəsi keçirilib. Müsabiqənin rayonun, Malbinəsi, Aran, Xaldan və şəhər zonaları üzrə keçirilən ilk turunda 500 nəfər iştirak edib. Onlardan müxtəlif nominasiyalar üzrə 42 nömrə baxış müsabiqəsinə buraxılıb. Bu tədbirlərin ahədə dairəsi genişdir. Biz bununla yekunlaşmayacağıq. Bütün orta məktəblərdə Heydər Əliyev və Ulu Öndər Heydər Əliyev həsr olunmuş dərslər keçiriləcək. Eyni zamanda ayın 10-da Şəhər toplantısı keçirmək nəzərdə tutulur və sözsüz ki, Yevlaxlılar Ulu Öndərin abidəsinin qarşısına gələrək ayın 10-da Azərbaycan dövlətinin banisi, müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndərə öz hörmətlərini israr edəcəklər. Yekun müsabiqəsinin qalibləri fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaq və qaliblər ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində keçiriləcək bayram konsertinə qatılacaqlar. Şahin Qurbanzadə, Eşkin Əhmədov, LTV Yevlax.